Salam dəyərli şagirdlər, bu videomuzda səhifə 14-ün izahına baxırıq. Qısa bir elan paylaşım sizlə. Onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, qeydiyyat davam edir. 050 776 49 44 nömrəsinə yazın. Həm ətraflı məlumat əldə edin, həm də dərslərimizə qoşulmaq üçün müraciət edin. Dərslərimizin də davamlı olmaq üçün kanala abunə olun, videoları bəyənin, paylaşın və fikirlərinizi şərhlərdə qeyd edin ki, mən də görüm ki, həqiqətən siz öyrənirsiniz. Bir də bir şey deyim, mən bu dərsləri qaydanı tam izah edirəm ən mükəmməl şəkildə və hər çalışmadan da nümunələr göstərirəm. Yəni, bütün çalışmaları yazmıram ki, köçürmənin qarşısını almaq üçün, sağlam öyrənmə mühiti yaratmaq üçün. Ona görə diqqətlə qulaq asın, şərhlərdə durub kimsə yazmasın ki, ay müəllim, niyə hamısını izah eləmişsin? Mən 3 dənə oxşar sual varsa, onun birini izah edirəm. Qalan ikisini də sən özün yazmalısan. Burada məqsəd öyrənməkdir. Köçürtməkdirsə məqsəd o yanlış fikirdir və fikrimizi dəyişməliyik. Başlayaq, ya Allah. Deməli, öyrənmə, sonsuz dövrü onluq kəsirlər. Biz əvvəlki dərslərdə də bu haqda danışdıq. Deməli, uşaqlar, bəzi ixtisar olmayan kəsirlər var ki, onların məxrəcində 2 və 5-dən fərqli sadə vuruq görürük. Deməli, bu zaman surəti məxrəcə böldükdə qismətdə alınan rəqəm yaxud rəqəmlər qrupu sonsuz təkrarlanır. Yəni, gedir. Davamlı olaraq gedir. Bölmə əməli təkrarlanan rəqəm yaxud rəqəmlər qrupu müəyyən olunana qədər davam etdirilir. Qismətdə alınan ədədə sonsuz dövrü onluq kəsir, təkrarlanan rəqəmə isə yaxud rəqəmlər qrupuna isə bu kəsirin dövrü deyilir. Yaxşı, indi gəl baxaq. Məsələn, burada 1/3, düzdürmü? 3/1 kəsirini göstərirlər. 3/1 kəsirin, məsələn, gəl mən burada əyanı sizin üçün bölürəm. 3/1 nə deməkdir? Kəsr xətti bölmə deməkdir axı. Yəni, çubuqlu bölməkdə 1/3 deməkdir. 1-in içində 3 neçə deməkdir? 0 dəfə. 0-ı vırdım 3-ə. Elə də 0. Düzdürmü? Buradan çıxdım, neçə elədir? Bir dənə 0 gətirəm, burada bir dənə vergül atdım. Onun içində neçə dəfədir? 3 dəfədir. 3 üçün 9, ondan 9 çıxanda qaldı 1. Yenə də 0 gətirdim. Onun içində 3 neçə dəfədir? 3 dəfə. Yenə də 3 üçün 9, yenə də ondan 9 çıxanda 1, yenə də 0 artırıram və bu şəkildə burada da görürsünüz göstərilib. Ta ki, sonsuz sayda dövr edir. Dövr edir demək, yəni təkrarlanır. Sonsuz. Sonsuz nədir? Yəni sonu yoxdur da, bunun dayandığı yeri yoxdur. Bu şəkildə gedəcək. Sonsuz dövr onluq kəsir gedəcək. Və biz bunu dəftərdə yazılı formada göstərmək üçün bu şəkildə yazmırıq. Bunu yazıram, 0 tamı olduğu kimi yazıram. O təkrarlanan rəqəm və ya rəqəmlər qrupunun mötərəzə içərisində göstərilən vergüldən sonra 0, 3. Yaxşı. Bax, bu sonsuz dövrü onluq kəsirdir və bu 3 isə kəsrimizin nə idi? Dövrüdür. Yaxşı. Bəli. Bu şəkildə başa düşdüksə, indi keçək növbəti hissəyə. İndi bu necə oxunur? 0 tam dövrdə 3. Adı belə oxunur. 0 tam dövrdə 3 kimi oxunur. Bəli, bu nümunəmiz yəqin ki, aydın oldu hər birinizə. Həmin kəsri də fikir verin, 0 tam dövrdə 3, fikir ver, 0-dan sonra 3 gəldiyinə görə bu 0,3 ilə 0,4-ün arasında yerləşir. Həmin aralığı da 10 vahid yenə də hissələrə bölsək, bu 0,33 və 0,34 arasında yerləşir. Yəni, bu müqayisə eləmək üçün lazımımız olacaq vergüldən sonra ilk rəqəminə görə. Məsələn, necə müəyyən eləmək olar? Məsələn, sizə soruşsam ki, uşaqlar, dövrdə 3 böyükdür, yoxsa 0,134, bu sonlu onluq kəsirdir, bu sonsuzdur. Birinci sonsuz dövrü, bir isə bu sonlu onluq kəsirdir, bildiyimiz standart kəsir. Bunlardan hansı böyük olar? Əgər müqayisə eləmək istəyir. Fikir verir, alt-alta yazsam, 0,134-dən sonra ancaq sıfırlar gəlir. Amma bu 0,3, 3, 3, 3. Baxaq. Birinci mərtəbə 0-dır, təcrid mərtəbəsi. İkinci mərtəbə 3-dür, yəni 1/10 mərtəbəsi də belə deyək. Yəni, doğru dildə özüm sıralamanı deyirəm. 1/10 mərtəbəsi 3-dür, 100% mərtəbəsi isə 4-dür. Deməli, bu bundan çoxdur. Deməli, 0,134 dövrdə 3-dən böyükdür. Fikirləş mükəmməldir, burada 3-lər dövr edir, deməli, bu böyükdür. Xeyr. Aydın oldu mu? Aha, bu maraqlı bir sual idi. Daha doğrusu maraqlı bir mövzudur. İndi dövrü onluq kəsirdə vergüldən sonra bir neçə rəqəm də gələr, ondan sonra dövr başlaya bilər. Məsələn, 90-da 11-i bu şəkildə göstərib. Yaxşı, fikir verin, 90-da 11-dən sonra böləndə 1 gəlib, sonra dövrdə 2 eləyib. Gəl bunu da mən sizə tam göstəreyim. 11-i bölək neçəyə?
11-i bölürəm mən 90-a. 11-in içində 90 neçə dəfədir? 0 dəfə. 0-ı vurdum 90 əldə 0. Bundan bunu çıxdım qaldı 11. Bir dənə 0 əlavə edirəm. 90 110-un içində 90 neçə dənə? Bir dənə. 1-i vurdum 90-a, elədi neçə? 90. 110-dan da 90 çıxan neçə eləyir? 20. Düzdürmü? Elədi 20. Bir dənə də vergül atdım bura. 200-ün içində 190 neçə dəfədir? 2 dəfə. 290-ın 180. Təzədən yenə də 20, 0. Yenə də 200-ün içində 90 neçə dəfə 2 dəfə. Fikir verin, artıq başladı 2 dövr eləməyə. Bunu da bu şəkildə yazırıq. 0, 1, dövr eləyən rəqəmlər qrupun 2 kimi göstərdim. Yaxşı. Aydın oldu mu şagirdlər? Yəni bu şəkildə yazırıq, tamamlayırıq, bitir gedir. İndi biz bunu necə oxuyacaq? 0,1 dövrdə 2. Bunun oxunuşu burada da yazır. 0,1 dövrdə 2. Yaxşı, mötərizə daxilində olan rəqəmi və yaxud rəqəmlər qrupun biz dövrdə 2 kimi göstərə bilərik. Hətta uşaqlar, bəzi misallar var. Məsələn, bax, məsələn 2 rəqəmdə təkrarlana bilər. 26, 2, 6, 2, 6, 2, 6 sonsuz gedə bilər. Bunu bu şəkildə göstəririk. 0 dövrdə 26. Yaxşı. 0 dövrdə 26. Vəssalam. Bu qədər sadə. İndi keçək suallarımıza baxaq. Deyir, sonsuz dövrü onluq kəsirini, dövrünü göstərin və kəsiri qısa şəkildə yazın. Aha, dövrün göstərək. Bunu mən məsələn necə yazıram? 0 dövrdə 7. Dövrü necədir? 7-dir. Bunu yazıram 0 5 təkrar edilməyib, amma 2 təkrar edilib. Görürsünüz, qısa şəkildə yazmaq bu deməkdir. 0,5 dövrdə 2. Eyni ilə bu da 2 dövrdə 8. Aydın oldu. Sonra bu mənfi 1 dövrdə 36. Da 3,6 belə yazalım. Yəni dövrdə 36 bu şəkildə. Bunu da özünüz yazarsınız, o da çox sadədir. Özünüz fikirləşin. Görün hələ bu necə yazılacaq. Bax fikir verin, 2 təkrarlanmır. 2-dən sonrakılar 54, 54, 54 təkrarlanır. Aha. Əla. İndi baxaq 4-cü suala, 4-cü çalışmaya. Sonsuz dövr onluq kəsiri vergüldən sonra 6 rəqəm olmağı yazın. Yəni 6 rəqəm olmaqla yazmaq o deməkdir ki, məsələn bunu mən necə yazıram? 0,5 5 5 5 6 dənə 5. B variantını necə yazıram? 0 3 6 dənə olmalıdır, biri 3-dür. Deməli 5 dənə də 7 yazmalıyam. Yaxşı. Bunlar da eyni ilə o qaydada gedir. Məsələn bir dənə D variantını da göstərim. 1 3 indi 6 dənə rəqəm olmalıdır. 82 82, neçə dənə rəqəm oldu şagirdlər? 5 dənə rəqəm oldu, düzdür? 82, 82, bir dənə də 8 yazıram. Yaxşı, vergüldən sonra 6 rəqəm olmaqla yazın. İndi deyərsən, müəllim, axı bu davamında 2 yaza bilərəm. 8, 2, 8, 2. Sözdə indi icazə vermir də, deyir 6 dənə rəqəm olsun vergüldən sonra. Yaxşı, bu şəkildə yaza bilərsiniz. Aydın oldu mu? Yəni, ilk 6 rəqəmini göstərir də bizə. Vəssalam, bu da yəni çox sadə. Bunu da yazdıq, bitirdik. İndi keçirik 5-ci çalışmaya baxaq. Görək 5-ci çalışmada bizə nə deyir? Deyir, cədvəli tamamlayın. Sonsuz dövr onluq kəsir verilib. Qısa yazılışı, tam hissəsi. Qısa yazılışı budur. Dövr 4 təkrarlanır. Tam hissəsi 0-dır. Dövrə qədər rəqəm. Dövrə qədər rəqəm nə deməkdir? Yəni, vergüllə mötərizə arasında. Məsələn, burada buna baxın, yəni, bu yumruladığıma baxın. Dövrə qədər olan rəqəm neçədir? Burada 3-dür. Amma burada görsən, yoxdur. Yəni, dövrü birbaşa vergüldən sonra başlayır. Dövr edən rəqəm 4, oxunuşu 0 dövrdə 4. Aha, indi məsələn, mən yazıram, məsələn, bunlar sadədirlər. Məsələn, mən burada 3-cünü yazacağam, bir də 5-cini yazacağam. Yaxşı, qısa yazılış. 1 bax, fikir ver, 2, 8, 2, 8, 2, 8. 1 dövrdə 28. Tam hissə 1. Dövrə qədər rəqəm yoxdur. Dövr 28. Oxunuşu 1 İndi siz sözlə yazarsınız da mən burada rəqəmlə yazıram. 1 dövrdə 28. Siz onu ədədlə yazarsınız, sözlə yazarsınız. Yaxşı. Vəssalam. İndi buna baxıram. 5 onda 1. Yox, üzr istəyirəm. Bircə dəqiqə. 5 %12 dövrdə 3. Tam hissə 5. Dövrə qədər rəqəmlər 1-dən 2. Görürsünüz dövrə qədər rəqəm, yəni 3-ə qədər rəqəm. Dövr 3, oxunuşu bayaq dedim, şifahi şəkildə deyirəm, yazarsınız. 5 %12 dövrdə 3. Aydın oldu mu? Bu şəkildə oxunur, bu şəkildə deyilir, bu şəkildə yazılır. Vəssalam, bugünkü dərsimiz bu qədər. Təşəkkür edirəm.